Salam, hər vaxtınız xeyir olsun, əziz həmkarlar. Mən Rəfşanə Ağayeva, dəyərli müəllimimiz, ustad Zaur müəllim adı gözəlinin təqdim elədiyi ümumi sınaq imtahanının, əsl qəbul tipli ümumi sınaq imtahanının izahını verəcəm. Gəlin görək, bu sınaqda müəllim bizdən nələri soruşurdu və bu sualların doğru cavabı nələr idi? Baxaq birinci testə, görək birinci testdə nə soruşmuşdu Zaur müəllim bizdən? Birinci testdə soruşulur ki, hansı nümunədə qeyri-müəyyən əvəzlik işlənmişdir? A. Bütün arzularım gülür yarına, xəyaldan ilhamlar almamaq üçün. Buradakı bütün sözü əvəzlikdir, amma qeyri-müəyyən əvəzlik deyil, təyin əvəzlikdir. Deməli, A variantı testimizin doğru cavabı ola bilməz. B. Hər daşın dibində qaynayır narzan, köpürüb ağarır qabarcıqları. Buradakı hər sözü əvəzlikdir, amma qeyri-müəyyən əvəzlik deyil, təyin əvəzlikdir. Deməli, B variantında testimizin doğru cavabı ola bilməz. C. Bildik, bilirik, gizlidir insandakı qüdrət. Hər kəs onu fəhm etməsə, acizdir o əlbət. Buradakı hər kəs, onu və o sözləri əvəzlikdir. Ancaq bizə nə lazımdır? Qeyri-müəyyən əvəzlik. Hər kəssə qeyri-müəyyən əvəzlik. Deməli, testimizin doğru cavabı olacaq elə C variantı. D. Gəzdi ölkələri, gəzdi bir və bir, yaşadı, yaratdı başqaları üçün. Siz burada hər hansı bir qeyri-müəyyən əvəzlik görürsünüzmü? Xeyr, görmürük. Əlbəttə ki, yoxdur. Y variantı. Özündən qaçmağı bacaran deyil, özünə dönməyi öz əlindədir. Baxın, özündən, özünə, öz. Nə görürük? Təyin əvəzliklər görürük, yenə də qeyri-müəyyən əvəzlik görmürük. Yəni, biz təsdiqlədik ki, həqiqətən də birinci testimizin doğru cavabı C variantıdır. 2. Cümlə haqqında doğru fikirləri müəyyən edin. Hətta gərgin elmi axtarışla əməli fəaliyyət yeni tapıntılar üçün kifayət etmir. Bu cümlə haqqında biz doğru fikirləri seçməliyik. Birdə deyilir ki, 3 müxtəlif əsas, 3 müxtəlif köməkçi niksəsinə aid söz var. Gəlin birinci tapaq görək, 3 müxtəlif əsas niksəsinə aid söz varmı? Baxaq, gərgin sifət, elmi sifət, axtarış isim, əməli sifət, fəaliyyət isim, yeni sifət, tapıntı isim. Hələ ki, isim sifət gedirik, hələ ki, ikisini tapmışıq. Kifayət etmir, feil. Deməli, 3 müxtəlif əsas niksəsinə aid söz tapdıq. Yəni, bu cümlənin birinci hissəsi doğrudur. İndi, baxaq görək, 3 müxtəlif köməkçi niksəsinə aid söz tapa biləcəyikmi? Biz burada hətta görürük. Bilirik ki, hətta həm bağlayıcı, həm də ədət ola bilər. Bəs yaxşı, nə zaman ədət, nə zaman bağlayıcı olar? Əgər həttadan öncə hər hansı bir sadalanma olarsa, bu zaman hətta bağlayıcı olar. Yox, əgər biz həttadan öncə hər hansı bir sadalanma görmürüksə, deməli, ədat mövqeyindədir. Bizə təqdim olunan cümlədə həttadan öncə hər hansı bir sadalanma verilməyib, deməli, hətta burada ədatdır. Axtarışla, buradakı la ilə bağlayıcısının şəkilçiləşmiş formasıdır. Yaxşı, bəs mən hardan bildim ki, bu ilə bağlayıcıdır? Bəlkə qoşmadır. Mən buradakı lanı rahatlıqla və ilə əvəz edə bilirəm. Elmi axtarış və əməli fəaliyyət yeni tapıntılar üçün kifayət etmir. Rahatlıqla və ilə əvəz edə bildiyimə görə buradakı la olacaq nə? Əlbəttə ki, bağlayıcı. Və bir də biz burada üçün görürük, üçün qoşması. Deməli, mən 3 müxtəlif köməkçi niksəsinə aid sözlə tapdım. Hətta ədətini, la bağlayıcısını və üçün qoşmasını. O deməkdir ki, bir doğru fikirdir. Baxırıq indi 2-yə. Deyir ki, cümlədə 6 leksik, 2 qrammatik şəkilçi var. Birinci leksiklərə baxaq. Gərməkdən gərgin, elmdən elmi, axtarmaqdan axtarış, əməldən əməli, fəaldan fəaliyyət və tapmaqdan tapıntı sözlər düzəlir. Yəni, 6 leksik şəkilçimiz var. Bu doğru. İndi baxaq qrammatiklərə. Buradakı laya biz qətiyyən şəkilçi kimi baxmırıq. Niyə? Çünki o köməkçi niksəsidir. Yaxşımı? Ona biz qrammatik şəkilçi kimi baxa bilmərik. Biz burada tapıntılar görürük, qrammatik şəkilçidir. Və kifayət etmir. Əslində bu etmir nədir? Etməyirdir. Sadəcə olaraq bu sözü bu formada demək dilə ağırlıq gətirir deyə. Bu etmir formasında həm yazılır, həm də deyilir. Yəni, mirin içində, baxın, mir hecasının içində 2 şəkilçi var. İnkarın, inkarlıq şəkilçisi mənin mısı və indiki zaman ir. Yaxşımı? Deməli, biz etmir sözündə 2 qrammatik şəkilçi görürük. M inkarlıq və ir indiki zaman. Neçə qrammatik şəkilçi oldu?
3 qrammatik şəkilçi oldu. Bizə şərtdə neçə demişdi? 2 demişdi. 2 deyib, səhv deyib. Mən də səhvi götürmürəm. Çünki mənə doğru fikirləri seçmək lazımdır. 3. Düzəltmə isimlər feildən və isimdən yaranmışdır. Birinci düzəltmə isimlərimizi tapaq. Axtarış sözü, fəaliyyət sözü və tapıntı sözü. Axtarış ismi axtarmaq feilindən düzəlib, fəaliyyət ismi fəal sifətindən düzəlib və tapıntı ismi tapmaq feilindən düzəlib. Baxın, feildən və sifətdən düzəlmiş oldu. İsimdən deyil. İsim deyib, səhv deyib. 3'ü götürmürəm. Davam edək. 4'də deyilir ki, quruluşca bütün növlərə aid söz var. Gərgin düzəltmə, elmi düzəltmə, axtarış düzəltmə, əməli düzəltmə, fəaliyyət düzəltmə, tapıntı düzəltmə. Yeni, sadə, kifayət etmir, mürəkkəb. Yəni, həqiqətən də quruluşca bütün növlərə aid söz var. Bu da doğru fikirdir. 4'ü götürdüm. 5. Sözlərin 3'ü feildən düzəlmişdir. Baxın, gərmək feilindən gərgin sifəti, axtarmaq feilindən axtarış ismi və tapmaq feilindən tapıntı ismi düzəlib. Yəni, bu da doğru fikirdir. Bu o deməkdir ki, testimizin doğru cavabı olacaq 1, 4 və 5, yəni A variantı. Davam edək. 3'də nə deyilir? 3'də deyilir ki, cümlələrin birində həm modal söz, həm də sifət kimi düşünülməsi mümkün olan söz var və durğu işarələri buraxılıb, qəsdən, bilərəkdən buraxılıb. Yəni, biz elə cümlə tapmalıyıq ki, o cümlənin tərkibindəki bir sözü həm modal söz kimi düşünə bilək, həm də sifət kimi. A. Sən doğrusu çox qətiyyətli hərəkət etdin. Baxın, buradakı doğrusunu biz modal söz kimi düşünə bilirik. Yəni, sən doğrusu çox qətiyyətli hərəkət elədin. Burada doğrusu nə oldu? Oldu modal söz. Bəs yaxşı, bu doğrusunu mən sifət kimi düşünə bilərəmmi? Sən doğrusu çox qətiyyətli hərəkət etdin. Biz bunu burada heç cür sifət kimi düşünə bilmirik. Sifət kimi düşünəndə məna bağlılığı olmur. Deməli, A testimizin doğru cavabı olmayacaq. Doğrudur. Vergül, modal söz kimi. Aygün həqiqəti söyləmək istəyirdi. Amma anasından ehtiyat edirdi. Biz burada yalnız doğrudur sözünə şübhəli yanaşa bilərik ki, görəsən həm modal söz, həm sifət olarmı? Modal söz kimi düşünə bildik. Doğrudur. Aygün həqiqəti söyləmək istəyirdi və s. Yəni, modal söz oldu. Bəs yaxşı, sifət olarmı? Xeyr. Biz bu cümlədə bu sözü sifət kimi düşünə bilmirik. Çünki sifət kimi düşünəndə məna bağlılığı olmur. Baxaq C-yə. Süleyman doğrudan çox qorxurdu. Yəni, Süleyman həqiqətən çox qorxurdu. Burada doğrudan oldu nə? Modal söz. Bəs yaxşı. Süleyman doğrudan çox qorxurdu. Yəni, Süleyman həqiqətdən, gerçəkdən çox qorxurdu. Yəni, gerçəklərin, doğrunun ortaya çıxmasından. Yəni, mən buradakı doğru sözünü eyni zamanda sifət kimi düşünə bildim. Həqiqətən sözündən əvəz elədim. Bu oldu modal söz. Süleyman doğrudan çox qorxurdu. Yəni, Süleyman həqiqətən çox qorxurdu. Bir də doğrudan, həqiqətdən, gerçəkdən, reallıqdan, yəni doğru olan bir şeydən çox qorxurdu. Eləmi? Burada da oldu sifət. Yəni, testimin doğru cavabı olacaq C variantı. D. Düzü, mən də biraz həyəcanlanmışdım. Düzüdən sonra video qoyuram və bunu yalnız və yalnız modal söz kimi düşünə bilirəm. Başqa da düşünə bilmirəm. Çünki mən bunu sifət kimi düşünsəm, məna bağlı olmayacaq. E variantı düzdür. Hələ məni çoxları tanımır. Buradakı düzdür sözü də yalnız modal söz olur və mən bunu sifət kimi düşünə bilmirəm. Yəni, təsdiqlədik ki, həqiqətən də 3-cü testimizin doğru cavabı C variantıdır.